Nar əsrlər boyu əfsanə və xalq inancları ilə əhatə olunmuş bir meyvədir, lakin simvolik mənasından əlavə ot tip sahəsində də haqlı olaraq diqqət qazanmışdır. Onun lətində, şirəsində və qabığında elə maddələr var ki, bu meyvəni təkcə dadlı deyil, həm də sağlamlıq üçün faydalı edir. Gəlin nara aid edilən müalicəvi xüsusiyyətləri və onun gücündən düzgün istifadə yollarını nəzərdən keçirək. Ölkə az xəbər verir ki, narın dadında həm şirinlik, həm də yüngül turşluq birləşir. Onun tərkibində isə antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan bioaktiv birləşmələr mövcuddur. Bu maddələr orqanizmin hüceyrələrini sərbəst radikalların yaratdığı zədələrdən qorumağa kömək edir. Nəticədə narın şirəsini və ya dənələrini müntəzəm və ölçülü şəkildə qəbul etmək toxumaların təbii müdafiəsini dəstəkləyə, vaxtından əvvəl qocalma prosesini ləngidə bilər. Nar ürək-damar sisteminə müsbət təsir edən meyvə kimi də diqqət çəkir. Onun tərkibindəki maddələr qan dövranını yaxşılaşdırmağa və damarların normal tonusunu qorumağa kömək edə bilər. Buna görə də bir çox insanlar narın ümumi halına, xüsusilə yorğunluq və qan dövranı pozğunluğu hallarında müsbət təsir göstərdiyini qeyd edirlər. Ağıllı yanaşma ilə nar, ürək sağlamlığına diqqət edənlər üçün qidalanmanın yaxşı bir əlavəsinə çevrilə bilər. Narın iltihab əleyhinə xüsusiyyətləri onu xroniki iltihabi proseslərdə kompleks dəstək vasitəsi kimi maraqlı edir. Meyvənin tərkib hissələri orqanizmdə iltihabi reaksiyanın gücünü azaldar və bu vəziyyətlə bağlı simptomları yüngülləşdirə bilər. Bu əlbəttə ki, ani sağalma demək deyil, lakin nara müntəzəm şəkildə qida rasionunda yer vermək orqanizmə düşən yükü azaldar və xroniki hallarda həyat keyfiyyətini yaxşılaşdıra bilər. Narın dəriyə təsiri ayrıca qeyd olunmağa layiqdir. Onun tərkibindəki antioksidantlar və digər maddələr dərinin elastikliyini və möhkəmliyini qorumağa, həmçinin onu xarici təsirlərdən sonra bərpa etməyə kömək edir. Narı qida kimi qəbul etmək və ya onun əsasında hazırlanmış kosmetik vasitələrdən istifadə etmək dərinin görünüşünü yaxşılaşdıra və regenerasiya proseslərini sürətləndirə bilər. Tədqiqatlar narın həzm sisteminə və bağırsaq mikroflorasına da dəstək ola biləcəyini göstərmişdir. Meyvənin tərkibindəki liflər bağırsaqların normal fəaliyyətinə kömək edir, təbii birləşmələr isə maddələrin mübadiləsinə müsbət təsir göstərir. Narı qida rasionuna daxil etmək balanslaşdırılmış qidalanmaya və sağlam mikrofloraya nail olmaq istəyənlər üçün faydalıdır. Unutmaq olmaz ki, nar universal dərman deyil və ciddi xəstəliklər zamanı tibbi yardımı əvəz etmir. Əgər sizdə xroniki xəstəliklər varsa, dərman qəbul edirsinizsə və ya narın sizə uyğun olub-olmaması ilə bağlı şübhəniz varsa, onu rasiona əlavə etməzdən əvvəl həkiminizlə məsləhətləşmək daha doğrudur. Sağlam insanlardan nar nadir hallarda mənfi reaksiyaya səbəb olur, lakin fərdi həssaslıq istisna edilmir. Narı müxtəlif formalarda qəbul etmək mümkündür. Ən təbii üsul təzə dənələri yeməkdir. Təbii nar şirəsi də bir çox faydalı xüsusiyyətlərini qoruyur. Bu zaman ən yaxşı şəkərsiz, təzə sıxılmış şirəyə üstünlük verməkdir. Nar qabığı və pərdələri xalq təbabətində bəzən dəmləmə və ya qaynadı kimi istifadə olunur. Lakin bu üsullar diqqət və düzgün nisbət tələb edir. Maksimum fayda əldə etmək üçün narı ümumi sağlam həyat tərzi prinsipləri ilə birləşdirmək vacibdir. Bitki mənşəli qidalara əsaslanan pəhriz, müntəzəm fiziki aktivlik və normal yuxu rejimi, bütün bunlar ayrı-ayrı məhsulların, o cümlədən narın faydasını daha çox üzə çıxarır. Bu halda nar sağlamlığa ümumi qayğının dəyərli bir hissəsinə çevrilir. Sonda qeyd etmək lazımdır ki, nar təbiətin elə nemətlərindəndir ki, ağıllı istifadə olunduqda sağlamlığın qorunmasında əhəmiyyətli rol oynaya bilər. Onun ətri, dadı və qida dəyəri bu meyvəni dünyanın bir çox mətbəxlərində sevilən edir.
Potensial faydalı təsirləri isə onu gündəlik menyuya daxil etmək üçün gözəl səbəb yaradır. Narı məsuliyyətlə qəbul edin və orqanizminizin siqnallarına qulaq asın. O zaman nar sizə öz həyat enerjisini bəxş edəcək.